İndi deyəcəksiniz ki, bu qız yolkanı hələ də yığışdırmayıb. Bu vlog olanda burada sizi salamlayır. Xeyr qızlar, yığışdırmışam. Sadəcə bu vlogu yanvar ayının 10 idi ya 11 idi çəkmişdim, amma sizinlə paylaşıb bölüşməyi unutdum. Günümüzü əlbəttə ki, çay dəmləməklə başladıq. Biraz arada bir Ömərə də göz gəzdirirəm, onunla da oynayıram. Balam orada oyun oynasın, mən tez bazar evi toz soğranladım, sildim, indi tozlar alıram. Burada da sizə silip salfetini göstərirəm. Əgər bilmirsinizsə, bilməyənlər üçün demək istəyirəm ki, salfeti həmişə baş aşağı saxlayın ki, o nəm qalsın. Düz üzünə qoysaz nəmlik olmayacaq. Arxasında da bax da məlumat var. Hər dəfə eyni şeyi göstərib sizin də ürəyinizi sıxmaq istəmirəm deyə bu dəfə ancaq mebelin və güzgülərin toz almasını sizə göstərirəm. Ancaq belə ümumilikdə evi toz soğranladım, sildim. Ümumiyyətcə günə başlayanda sizi bilmirəm siz necə edirsiniz. Kommentlərdə yazarsınız. Mən duran kimi pəncərələri açıram. Hava soyuq olsa belə azca aralayıram forçuqları və biraz evin havasını dəyişdirirəm. Bu cür bunun əynini dəyişirəm. Əvvəldəki ən birinci suyunu verirəm və ondan sonra başlayıram yerləri yığmağa. Yeri yığdıqdan sonra Ömərin yeməyini verirəm, özü yeyir. Səhər yeməyini özü yeyir, amma o bir yeməkləri günorta və axşam həmişə mən yedizdirirəm. O yeməyini yediyi müddətdə də evi tez toz soğranlayıram, pəncərə önlərini silirəm. Sonra isə silib elə mebelin tozlarını alıram. Bu arada artıq görürsünüz ki, axşam düşdü. Çünki mən siz videoda hər şeyi tez görürsünüz, amma hiss edirəm. Arada bir hələ Öməri də yatırtmışam, gəlmişəm və burada hələ yeməkləri də hazırlamışam. Ona görə digər otaqların tozunun alması axşama qaldı. Belə burada lobiya şorbası bişirdim. Mən lobiya şorbasını mütləq ki blenderdan keçirdirəm. Ömər çünki başqa cür yemir. Burada da yoldaşım üçün süfrə hazırlamışdım. Biraz stajin salatdan qalmışdı o. Nə bilim kotlet, ondan sonra kartof qızartdım. Belə nuş elədi. Bir tərəfdə də buzluğa mən həmişə hazırlayıb qoyuram. Bu türklərin hazır 3 bucaq yufkasından almışdım 20 ədəd. Ondan buzluğa atmışdım. Onları da çıxartdım. İçində ətli Holland pendiri ilə. Onu da qəşəng qızartdım. Yoldaşım nuş eləsin deyə. Sonra anidən qərarlaşdırdıq ki, gördüm anam giləkdədir və yaxşıdılar. Bu arada üstünüzə sağlıq. Anam da atam da bayram ərəfəsi çox pis qrip olmuşlar və onlara gedə bilməmişdik ki, bizə də keçər. Anam qoymadı. Məndən olsa mən gedərdim, amma anam qoymadı gəlməyə. Və ilk dəfə idi ki, 31 dekabr biz tək idik evdə. Bir tərəfdən də belə anam üçün şokoladlı, karamelli o sevir, üstü qozlu falan. Qəşəng şirini hazırladım. Bir də bayaq videoda gördüyünüz kimi pomidor, xiyar, ikra və digər turşulardan yadımda qalmadı artıq nələr qoymuşdum. Orada gördünüz ki, yuyuram. Onları da anamla atam üçün pay apardım. Ümumiyyətcə bu il yayda mamamla işləri bölüşdürdük. Dedim ki, turşu işlərini mən eləyəcəm hamısını. Bizdə ümumiyyətcə çox mürəbbə yeyilmir qızlar. Ona görə də 2 cür mürəbbə bişirdim amma dedim o 2 cür mürəbbəni də sən elə, amma turşu işlərini mən eləyəcəm və bir-birimizə belə pay veririk. Bir tərəfdən də çantamı yığdım. Ömərin vitaminləri falan. Bir çanta Ömərə, bir çanta da özümə. Bu arada bəlkə oradan Öməri əyləncə mərkəzinə də apararıq. Atam deyir ki, mən də gedəcəm bu dəfə sizdən. Mən də orada oyun oynayacağam. Bu da bacınızda mən burada hazırlaşıram. Və çıxıb gedirik gəzməyə və gördüyünüz kimi biz gəldik Funləndə. Burada da biraz oyun oynadık. Atam yoldaşımla oyun oynayır, uşaqlar uşaqlarını yada salıb bura gələndə. Ömər də oyun zalında oynadı və çıxdıq artıq evə qayıdırıq. İnşallah sonda isə bu duanı etmək istəyirəm. Dünyadan köçən bütün valideynlərə rəhmət diləyirəm. Dünyada olan valideynlərə də can sağlığı, ömürlərinə bərəkət. Sizlərə də bol ruza arzu edirəm ki, hər zaman valideynlərinizin qapısını döyəndə əli dolu gedib onları yad edə biləsiniz. Sağ olun, salamat qalın. Növbəti vlogda görüşərik.